Sadə xalq hər dəfə eyni şeyləri eşitməkdən bezib. Torpağı da erməndən azad edən elə kasıbın balası oldu. Bunu Milli Cəbhə Partiyasının sədri deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib. O, növbəti ilin büdcəsində uşaq pulunun verilməsinin vacibliyini vurğulayıb. Hörmətli xanım sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri. Kəndçilərə, kənd təsərrüfatına daha böyük diqqət lazımdır. Bu şəhəri, insanları, sizləri və bizləri dolandıran əli qabarlı kəndçilərdir. Bu torpağı da erməni işğalından azad edənlərin çoxu da o kəndçinin, o kasıbın balası idi. O kasıbın balası ki, Prezident İlham Əliyevə qəlbi və canı ilə bağlı oldu. Tarix boyu bütün imperiyaları da, varlı və kasıb dövlətləri də kasıb balaları saxlayıb, ucaldıb, qalib edib. O kasıbın iş qurmaq üçün güzəştli kənd təsərrüfatı kreditinə ehtiyacı var. Güzəştlərdən bir neçə faiz fermer yararlana bilir. Vəsait azdır, amma əksəriyyətin əsasən 2000 manatdan 10.000 manata kimi tam güzəştli kreditə ehtiyacı var. Daha gedib banklardan 17-29 faizə kredit götürüb öz evlərini öz əlləri ilə yıxa bilməzlər ki, bəlkə yalan danışıram. Bugün çətin vəziyyətdə olduğumuzu bilirəm, amma nə zamansa problemimiz yoxdur deyilməsi də yadıma gəlmir. Bir il inflyasiya, bir il neft ucuzlaşdı, bir il büdcə talandı, bir il daxili şok, bir il xarici şok, digər il dünyada maliyyə böhranı, bu il pandemiya, zəfər ili, gələn il işğaldan azad edilən torpaqların bərpası. Bəs nə zaman deyəcəyik ki, gəlin bu ildə 10 illiklər boyu vətəndaşların arzusu olan niyyətləri həyata keçirək. Bu xalq saldo, profisit, defisit, ÜMD, daxili, xarici şok, subvensiya, dotasiya nədir bilmir. OPEC qaldırdı, OPEC endirdi də başa düşmür. Bezir hər il eyni şeyləri eşitməkdən. Populizm olmasın, siyasi xal qazanmaq istəyir deməsinlər deyə uşaq pulu sözünü tribunadan dilimə gətirməmişəm. Hərçənd ki, deputat seçkilərində əsas vədim uşaq pulu məsələsinin birinci plenar iclasına qaldırılması idi. Bir il daha keçdi, amma növbəti ilin büdcəsində uşaq pulu mütləq olmalıdır. Bu torpağı, bu vətəni saxlayan, bizə zəfər sevincini yaşadan, Ali Baş Komandanın əmirlərini müntəzəm yerinə yetirən o kəndçilərin, o kasıbların 5-10 manat uşaq pulu tələb edənlərin övladları idi. Hər zaman belə olub, belə də olacaq. Deputat onu da bildirib ki, məmurlar sosial problemləri bilmək üçün xalqla birgə yaşamalı, insanların çəkdikləri əziyyətləri görməlidir. Ölkə başçısının qazlaşdırılma ilə bağlı verdiyi tapşırığın hələ də yerinə yetirilmədiyini də vurğulayan deputat qeyd edib ki, 2014-cü ilə qədər bütün ölkə qazlaşdırılmalıdır.